Hayt! Hayt, sus! Kimdir? Allah konağı. Allah'a da kurban olum, konağına da. Ancak vaksız gelen konak, kisesinden yer. Belki konağın kisesi boştu, onda necə? Üzlü konağa da bir şey tapılar. Salam aleyküm. Hoş gelmişsen, sefa getirmişsen. Buyur. Ha. Gören olmadı ki. Arxayın ola kişi, gel. Gel. Yaman yarandı. Bəstünen gelmeliydim. Əş, bu lənətə gəlmiş yaşıl papaqlarını... Yavaş danış. Evdə adamzad var. Yok, komşular eşidebilir. Lənətə gəlmiş yaşıl papaqların əlindən keçmək mümkün değildi. Gözləməli oldu. Dünəndən bəri elə bil tikan üstünde oturmuşam. Halk etek pul kazanacak. Tir esmek mənə kalır. Ağlam əş, sənin də payı az düşmür ki. Az ya çok. Başım bıçağa sürdü. Deyilən vaxt gelmek lazımdır. Özün bilirsen ki evde qaçaqmaq saxlamaq xatalıdır. Yaxşı, otur rahatdan yoldan gelipsen çörekten zaten. Yox, heç zad yeyə bilməyəcəm. Gecəykən bütün malları ötürməliyəm otaya. Vay, gecəni qalmırsan, ben onunla görüşmeyeceksen. Qala bilmərəm, sərhəddə yoldaşım məni gözləyir. Özün bilirsən ki, orada hər dəqiqənin bir hökmü var. Şeylər ötürüb qaydaram, əmanəti getir. Tez ol, yubanma. Özün bil. Buyur kadın alım. Allah hayır versin. Hamısını gətirdi. Ne veripler ile budur. İstəyirsən say. Özge malında benim gözüm yoktur. İndi məni yola sal. Ha gel. Ehtiyatlı ol ha. Bizənmiş ehtiyatlı Feyzi kişi. Yığış. Yubanma. Yavaş, deyəsən qabaqda adam var. Fenerleri söndürün. Bundan ağlın ne kesir Qəmbər əmi? Sizin Fərrux sağ salamettin. Ancak Allah ahırını xeyr eləsin. Elə niye? Sözlü adam oxşayırsan Qəmbər əmi. Bundan artık ne söz? Kör kör gör gör. Dedim selamettir vesselam.
Buradan o yana yollar hatalıdır. Duman da gittikçe katlaşır. Biraz gözlesek məsləhət. Sözün doğrusu yoldaş polkovnik. Çok ehtiyat ededim ki bu ambardar bizi aldadacak. Parol qəlb çıxacaq. Onun başqa əlacı yox idi. Feyzinin qapısında tutuldu. Axtarış zamanı evindən bir xəzinə qızıl çıxdı. Odur ki, taksini yüngülləşdirmək üçün parolü açıb dedi. Bəli, biz bu kontrabandçını laf vaxtında yaxaladık. Güman edirsiniz bu kontrabandadır. Hələlik sərhəd bozan inadla təkid edir ki, bələdçidir. Feyzinin sözündən belə çıxır ki, onun evi görüş yeri olub. Ambardar isə deyir ki, o bu alverdə sadəcə əlaqəçidir. Onu bilirəm ki, ilk obyekt Feyzidir. Bu üçlüyün kontrabandadan asanlıqla öz dərlərini götürmələri qəribədir. Maraqlı orasıdır ki, Feyzi də, hətta ambardar da bilmir ki, kim keçəcək o tərəfdən. Siz haqlısınız, Pavliyatovич. Bu kontrabanda əməliyyatı üçün çox mürəkkəb konspirasiyadır. Eşidirəm. Yoldaş Nazarov. Tonqal Olar, yoldaş polkovnik. qəribədir. İndi bütün diqqət sərhəddə olmalıdır. Təcili olaraq 10-cu zastav ilə əlaqəyə girin, qoy orada da sərhəddə gedən bütün yolları kəssinlər, yerinə yetirin. İkinci iz tapılıb. Serjant Əsədov və sərhədbozan sağdırlar. Ola bilsin ki, onlar azıblar. Sizdə nə var? Yoldaş polkovnik, saatların birindən mikroplyonka tapılmışdır. Aha, gördün kontrabanda boş çıxdı. Şifre açılıb mı? Xeyr, yoldaş polkovnik. Ekspert qrup işləyir. Yaxşı, İcazə verin gedim. gedə bilərsiniz. Yoldaş Paladov elə bu dəqiqə istintaqla məşğul olun. Ambardara xüsusi diqqət verin. O dediğindən daha çox bilir. İndi bilirsiniz ikinci sərhəd bozanın tutulması necə vacibdir? Görünür bu işdə əsas sima odur. Oldu yoldaş polkovnik. Ağır yaralanmışdım. Almanlar məni bihuş halda əsir aldılar. Sonra düşərgələr, əzab, işgəncə. Müharibə qurtarında Amerikanların əlindəydim. Onlar bizi azad eləyəndə dedilər ki, bilirsiniz sizin kimiləri vətəndə nə gözləyir? Güllələnmə. Öldürməsələr də Sibirdə kürdəcəklər. Mən inanmadım. Aç, susuz. Bütün Avropanı dolaşdım. Sovet zonasına çatdım. Yedirtdilər, geyindirdilər. Yaxşı adamlara rast gəldim. Sevinirdim ki, tezliklə vətənə qaydacağım sizin yanınıza. Sonra başlandı. Sorğu-suallar, əllərimə baxdılar. Qabarı azdı. Dedilər, Almanlara qulluq eləmisən, alçaq. Andaman elədin. Dedim, 2 dəfə qaçmışam. Min əziyyət veriblər, ciddi rejimdə saxlayıblar. İşıq hızı görməmişəm. İnanmadılar.